var, Rusiya dayanmayacaq, daha da radikallaşacaqdır. Bu birinci sözümdür, yəni ki, bu prosesdə. Sevinç xanım, biz əvvəllər də sizlə müzakirələrdə qeyd etmişdik ki, Ermənistanda seçkilərə artıq bir ildən də az vaxt qalıbdır. Bu müddətdə həm Ermənistanın daxilində, həm də təbii ki, Rusiyanın özündən bu məsələdə xüsusi diqqətlə izləniləcək. Biz bunu zamanında ümumiyyətlə 2018-ci ildə ki, bu məxməri inqilabdan sonra Paşinyanın hakimiyyətə gəlməsi, bir növ Rusiyanın iradəsindən kənar olması bu proseslərin başlanğıcı idi. Hətta 44 günlük müharibədən sonra belə, baxmayaraq ki, uduzan tərəf Ermənistan və bu tərəfin baş naziri Paşinyan idi, Rusiya nə qədər cəhd etsə də, daxildə də nə qədər cəhdlər olsa da, Paşinyanı hakimiyyətdən yıxa bilmədilər. Yəni, Paşinyan iqtidarını devirə bilmədilər. Amma bu o demək deyildi ki, Rusiya belə deyək ki, kənara çəkilibdir. Biz hamımız tarixi bilirik ki, yaxın tarix olduğuna görə 44 günlük müharibədən sonra artıq İrəvanın özündə, yəni Ermənistanda bir ciddi lider, fiqur tapılmadığı üçün bir boşluq yarandığına görə Rusiya nəyə əl atdı? Rusiya həmişə, yəni ki, SSR dağılandan sonra xüsusilə zəngin erməni milyonerlərini həmişə onlar üçün, o liderin hakimiyyətə gəlmək üçün istifadə ediblər. Zamanında da istifadə ediblər. Koçaryanın, Sarkisyanın da hakimiyyətə gəlməsi üçün, möhkəmlənməsi üçün istifadə ediblər. Amma artıq 44 günlük müharibədən sonra o keçmiş liderlər öz statusunu itirdiyinə görə, yəni lider statusunu itirdiyinə görə, bir nifrət qazandığına görə artıq birbaşa milyonerlərin özünü siyasi fiqur etmək üçün Rusiya cəhdlərə başladı. Birinci cəhd Ruben Vardanyanla başladı, yadınızda onu Qarabağa göndərdi. Məqsəd onu Qarabağda separatçı rejimin belə də istəklərini həyata keçirən bir milli qəhrəman obrazı yaratmaq istəyirdilər və oradan da götürüb onu təbii ki, Paşinyanı əvəz eləyəcək bir fiqur kimi İrəvana atmaq istəyirdilər. Bu plan baş tutmadı, Ruben Vardanyan Bakı həbsxanasındadır. Bundan sonra növbəti dəfə xüsusi cəhdlər oldu Paşinyanın özü ilə bağlı olaraq ki, yəni ki, hakimiyyətdə olanı öz tərəfinə çəkməyə cəhdlər edildi. Bu müəyyən dərəcədə müəyyən bir effekt verdimi? Çox az bir effekt verdi və Paşinyan özünün əsas xəttindən, o necə deyir, o leytimativindən geri çəkilmədi. Yəni, qərb yönümlü siyasətindən geri çəkilmədi. Daxili auditoriyada o 100 illərlə formalaşmış illüziyaları dağıtmaqla məşğul oldu. Real Ermənistan haqqında danışdı və bu da təbii ki, Rusiyanı öz bu Qafqaz bölgəsində parçala hökm sür siyasətinə bir növ necə deyirlər, mane oldu, mane hesab etdi. Buna görə də siz deyən kimi artıq ikinci belədəki cəhdə ətdi. Siz bilirik ki, Samvel Karapetyandan əvvəl Lavrov gəldi, 3 ildir Ermənistana gəlmirdi, gəldi, öz təhdidləri ilə, hədələri ilə yadda qaldı, bunu ermənilər də etiraf etdi. Ardınca Matviyenko gəldi, güya ki, məsələləri biraz yumuşatmaq üçün, hətta daha belə deyək ki, aqressivliyi ilə seçilən, sərtliyi ilə daha doğrusu seçilən Ali Simonyan onu qarşıladı. Müəyyən bir yumuşaqlıq yaratmaq istədilər. O yumuşaqlıq elementlər bugün də davam edir, amma faktiki olaraq paralel başqa işlər də görülməyə başladı. O görülməyə başlayanda nədir bu? Yeni bir milyoneri, Samvel Karapetyanı göndərdilər Ermənistana. Təbii ki, Paşinyana bunlar məlum məsələdir ki, milyonerin Ermənistana gəlməsinin səbəbinin sonunda nə dayanır? Hakimiyyət çevrilişi dayanır. Yəni, lideri yoxdur, Koçaryan, Sarkisyan, Artur Vanetsyan, bunlar yaramırlar, cəmiyyət tərəfindən qəbul olunmur. Bəlkə bir milyoner həm öz pulları ilə və digər səbəblərlə və Rusiyadan dəstəyi ilə seçilər, fərqlənər. Ona görə də hakimiyyətə gətirmək üçün Samvel Karapetyandan istifadə edilir. Bu da Paşinyan üçün çoxdandan məlum olan bir məsələ olduğuna görə, həm də qərbdən gələn informasiyalar, informasiya təhlükəsizliyi burada çox vacib rol oynayır. Ona görə də Samvel Karapetyanla bağlı sərt addımlar atdı, həbslər etdi. Və bunun da səbəbi çox qəribədir. Samvel Karapetyan gələndə Sevinç xanım nə ilə başladı? Çox həssas bir mövzu ilə. Dinlə bağlı, kilsə ilə bağlı məsələ ilə başladı. Çünki məlum məsələdir ki, bir aydan çoxdur ki, xüsusi olaraq Paşinyanla 2-ci Qaregin arasında, ümumiyyətlə Erməni Apostol kilsəsi arasında və hakimiyyət arasında çox ciddi qarşıdurma var. O qarşıdurma artıq bütün sərhədləri demək olar ki, etik sərvətləri də keçib gedir, sərhədlərini də keçib gedibdir. Ona görə də çox ciddi şəkildədir və Samvel Karapetyan da dinlə başladı, kilsədən başladı ki, xalqı daha çox öz tərəfinə cəlb etsin. Buna görə də Paşinyan
belə deyək, sərt addımlarını atdı və ardınca da məlum oldu ki, o silahlanma, hətta sui-qəsd cəhdi siz deyirsiniz ki, Paşinyanı öldürmək məsələdir. Bu ermənilər üçün adi bir məsələdir. Yəni ona görə adi məsələdir ki, terrora həmişə meyilli bir xalqdılar. Dəfələrlə kənarda terror törətməklə başqa özlərində də terror törədiblər və təbii ki, burada Rusiyanın müəyyən dərəcədə rolu olub. Biz bunu 99-cu il 27 oktyabr parlamentdə qırğınında, parlament qətliamında görmüşük ki, mane olanları sıradan çıxartmaq, aradan çıxartmaq 2008-ci il prezident seçkilərində Sarkisyan prezident seçilərkən etirazçılara qarşı 10 nəfər, 11 nəfərin öldürülməsi, bütün bunlar hamısı göstərir ki, hətta mane törədən şəxs Paşinyansa, Paşinyana sui-qəsd etmək də və belə deyək ki, silahlı etiraz. Artıq keçən il o Baqratın elədiyi küçə yürüyüşlərini yox, birbaşa artıq silahlı formaya keçmək. Burada artıq Ermənistan xüsusi xidmət orqanları onların həm silahlı hazırlığını, həm səs yazılarını aşkara çıxartdı, nədən başlayacaqlar, necə olacaqlar, bunlar ortalığa çıxdı.